Salam, hörmətli dinləyicilər. Bugünkü dərsimiz həndəsənin əsas anlayışlarıdır. Həndəsənin əsas anlayışları olaraq nöqtə, düz xətt və müstəvi götürülür. Bunlar tərifsiz olaraq qəbul olunur. Nöqtə nədir? Nöqtə heç bir ölçüsü olmayan fiqur. Yəni, qələmi götürüb kağızın üzərinə qələmə vurduğumuz zaman onun buraxdığı iz adlanır nöqtə. Nöqtələr böyük hərflərlə A, B, C şəklində işarə olunur. Düz xətt nə deyilir? Düz xəttin yalnız uzunluğu var, nə eni, nə qalınlığı yoxdur. Və hər iki tərəfdən sonsuz olaraq gedir. Sadəcə biz şəkil çəkdiyimiz zaman düz xəttin müəyyən bir hissəsini götürürük. Düz xəttlər isə kiçik hərflərlə A, B, C olaraq, yaxud da iki nöqtə olaraq düz xətt üzərində iki nöqtə götürərək, A və B nöqtəsi götürərək, AB düz xətti də adlandıra bilirik. Müstəvi nədir? Müstəvi isə qalınlığı olmayan, düz samar və bütün tərəfləri sonsuz uzanan fiqurdur. Yəni, müstəvi yuxarıdan, aşağıdan, sağdan, soldan heç bir tərəfdən məhdud deyil. Müstəvilər isə alfa, beta, qamma hərfləri işarə olunur. Şua və parça. Şua nədir? Şua bəzən də yarım düz xətt adlanır. Başlanğıcı olan və ya sonu olmayan düz xətt hissəsinə deyilir şua və ya yarım düz xətt. Yəni, bir tərəfdən məhdud, digər tərəfdən isə məhdud olmayan düz xəttə deyilir, düz xətt hissəsinə deyilir yarım düz xətt və ya şua. Burada AB yarım düz xətti kimi də işarə olunur və yaxud da yenə də kiçik hərflə yazsaq A yarım düz xətti də deyə bilərik. Deməli, bir düz xətt üzərində olan orta başlanğıclı iki yarım düz xəttə tamamlayıcı yarım düz xəttlər deyilir. Yəni, bir düz xətt üzərində eyni bir nöqtədən çıxan iki yarım düz xətt adlanır tamamlayıcı yarım düz xəttlər. Misal üçün, burada B nöqtəsindən başlayıb həm sağa gedən yarım düz xətt, həm də sola gedən iki yarım düz xəttlər var. Bunlar bir-birini bir düz xəttdə tamamlayır. Ona görə adlanır tamamlayıcı yarım düz xəttlər. Biraz sonra qonşu bucaqların, qarşılıqlı bucaqların tərifini verdiyimiz zaman tamamlayıcı yarım düz xəttlər ifadəsini istifadə edəcəyik. İndi parça nə deyilir? Düz xətt üzərində hər iki tərəfdən məhdud olan, iki nöqtə arasında qalan hissə və yaxud da iki tərəfdən məhdud olan düz xətt hissəsinə deyilir parça. Şua bir tərəfdən məhdud idi, digər tərəfdən məhdud deyildi. Parça isə hər iki tərəfdən məhduddur. Məsələn, burada AB parçası, BC parçası, AC parçası bu şəkildə deyə bilərik, oxuya bilərik. Əgər düz xətt üzərində eyni sayda nöqtə verilibsə, onda şuaların sayı 2n olur. Məsələn, burada əgər 3 nöqtə verilibsə, onda həm sağa, həm sola gedən şua olduğu üçün 6 dənə şua çəkmək olur. Yəni, 6 dənə şua var. Düz xətt üzərində n sayda nöqtə verilibsə, alınan parçaların sayı n vurulsun n-1 bölünsün 2. Və yaxud da n sayda nöqtə verilibsə, alınan parçaların sayı 1 plus 2 plus 3 və s. axırıncı n-1. Misal, əgər burada 1, 2, 3, 4, 5, 6, 7 nöqtə verilibsə, bu 1-dən 6-ya qədər olan ədədlərin cəmidir. 5 üstə gəl 6. Burada da deməli 6, 5, 15, 6, 5, 11, 4, 15, 21. Məsələn, burada 21 dənə parça var. Və yaxud da yazdığımız sol tərəfdə n vurulsun n-1 bölü 2 düsturu ilə yazsaq, deməli 7 nöqtə olduğu üçün 1, 2, 3, 4, 5, 6, 7. 7 vurulsun 7-1 bölü 2. Bu dedi 7 vurur 21. Ya bu şəkildə tək-tək yazıb 7 dənə nöqtə olubsa 1-dən 6-ya qədər, 10 dənə nöqtə olubsa misal üçün 1-dən 9-a qədər olan ədədlərin cəmi olur. Və yaxud da bu düsturla tapa bilərik. İndi Dimin test topusunda parçaya aid olan belə bir sual var. Bu sualın həllini yazaq. Deməli, C nöqtəsi AB parçasının orta nöqtəsidir. C nöqtəsi AB parçasının orta nöqtəsidir. AB parçasının orta nöqtəsi C.
D nöqtəsi AB düz xətti üzərində AB düz xətti üzərində B-dən sağda yerləşir. Deməli, burada C nöqtəsi yerləşir. AD bərabərdir D nöqtəsi, daha doğrusu burada C yox, D olacaq bu. Deməli, D nöqtəsi AB düz xətt üzərində B nöqtəsindən sağda yerləşir. AD A-dır, BD B-dir. Bizdən soruşur DC-ni, yəni bizdən bu hissəni soruşur, bu parçanın uzunluğunu soruşur. Deməli, o zaman AD A olduğu üçün AB parçasını tapa bilərik burada. AB parçası bərabərdir AD çıxılsın BD. Çünki biz bilirik ki, AD parçası bərabərdir AB üstə gəlinsin BD. Buradan da AB-ni tapdığımız zaman AD çıxsın BD alırıq. AD-miz isə nəyə bərabərdir? A-ya. BD-miz nəyə bərabərdir? B-yə. Deməli, AB parçası oldu, A çıxılsın B. Bir tərəfdən də C nöqtəsi AB parçasının orta nöqtəsi olduğu üçün AC bərabərdir CB. O da bərabərdir AB bölünsün 2. Orta nöqtəsi olduğu üçün AC və CB bir-birinə bərabər olub AB-nin yarısı olur. Yəni, A çıxılsın B bölünsün 2. İndi ən sonda bizi DC-ni tanımaq lazım. DC isə nəyə bərabərdir? CB üstə gəl BD. CB-ni də tapdıq yuxarıda. A çıxılsın B bölünsün 2 üstə gəl BD. BD-miz də B-dir. Bu da orta məxrəc 2 çıxanda A çıx B plus 2B. Buradan da alırıq ki, A üstə gəlib B böl 2. Deməli, onda DC parçasının uzun olur. A üstə gəlib B bölünsün 2. Digər demin test topusunda olan suallardan biri. Deməli, AB parçasında SK bölünsün KD 3 böl 2'dir. AK bölünsün KD ise 7 böl 2'dir. Deməli, SK bölünsün KD. Buranı yazırıq 3x. Buranı ise yazırıq 2x. Sonra AC ilə BD hər birisi bir-birinə bərabərdir. AC də 16'dır. BD də 16'dır. Bizdən soruşu AK bölünsün KD. AK'mız nəyə bərabərdir? AK'mız 16 plus 3x. KD'miz nəyə bərabərdir? 2x üstə gəl 16. Daha doğrusu KD'miz 2x. KD isə bərabərdir 2x-ə. İndi 16 plus 3x bölünsün 2x bərabərdir 7 böl 2. Çünki yazıb ki, burada AK bölünsün KD. AK'mız 16 plus 3x'dir. KD'miz ise 2x'dir. Bunların nisbəti isə AK'mız 16 plus 3x'in KD, yəni 2x olan nisbəti 2 böl 7 böl 2'dir. Buradan isə 2'lər ixtisar gedər. Qalar çarpaz da vursaq 7x bərabərdir 16 plus 3x. X də bərabərdir 4x bərabərdir 16. X də bərabərdir olar cavab 4. X-i tapdıq 4. Bizdən isə soruşur CB-ni. CB isə öz növbəsində bərabərdir 3x üstə gəl 2x üstə gəl 16. Yəni 5x üstə gəl 16. 5 vur 4 üstə gəl 16. Bu da 36. Deməli, CB-nin uzunluğu tapmış olduq. 36 cm elədir. Bu sualda isə diqqətli olmaq lazımdır. Burada yazıb ki, M-in parçası üzərində A, B, C, D, Y nöqtələri verilmişdir. Bunu bəzən qarışdıra bilərsiniz. Yəni, burada 5 nöqtə kimi baxa bilərsiniz. Amma AB parçası üzərində, daha doğrusu M-in parçası üzərində 5 nöqtə verilib. A, B, C, D, Y.
Yəni ümumi nöqtələrin sayı olur neçə? 7. 1, 2, 3, 4, 5, 6, 7. Yəni bunu qarışdırmamaq lazımdır. Çünki M-in parçası üzərində 5 nöqtə verilmişdir. Onda ümumi nöqtələrin sayı 7 olduğu üçün 7 vurulsun 7 minus 1 bölü 2 o da olur 21. Deməli 21 dənə parça olmuş olur. İndi düz xətt üzərində olan 8 nöqtənin əmələ gətirdiyi parçaların sayı şüaların sayının neçə faizidir? Deməli, düz xətt üzərində olan 8 nöqtə. Düz xətt üzərində 8 nöqtə varsa, şüaların sayı 2 vur 8 olur 16. Parçaların sayı neçə olur? 8 vurulsun 8 minus 1 bölü 2. Yəni n vurulsun n minus 1 bölü 2 düsturuna görə. N vurulsun n minus 1 bölü 2 düsturuna görə. 8 vurulsun 8 minus 1, bu da 28. Deməli 4 vur 7, 28. İndi deyir ki, nöqtənin əmələ gətirdiyi parçaların sayı şüaların sayının neçə faizdir? O zaman parçaların sayı oldu 28, şüaların sayısı oldu 16. Parçaların sayı şüaların sayı neçə faiz olduğu üçün, düzü burada faiz həll mövzusunu keçməmişik. 28 bölü 16 vur 100. Bu da ixtisar gedən zaman 4'ə, 4'də 7 vurulsun 100. Bu da 100'ü 4'ə böləndə 25 eləyir. Bu da 7, 5, 35, 175 faiz. Deməli, parçaların sayı şüaların sayının 175 faizi olur. İndi gəlirik bucağın növlərinə. Bucaq birincisi nə deyilir? Düz xətt üzərində eyni nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Düz xətt üzərində eyni bir nöqtədən çıxan və ya müstəvi üzərində götürmüş eyni bir nöqtədən çıxan iki yarım düz xəttin və ya şüanın əmələ gətirdiyi fiqur adlanır bucaq. Bucağın tənböləni var. Bucağın tənböləni nə deyilir? Bucağın tənböləni bucağın təpə nöqtəsindən çıxıb həmin bucağı yarıya bölən şüa və yaxud da yarım düz xətt. Məsələn, burada A, O, B, bu alfa, alfa. Deməli, nə olur? Tənbölən olur. Yəni, burada OS yazsaq, OS şüası A, O, B bucağının olur? Tənböləni. İndi bucağın növləri deyəndə burada birinci iti bucaq. İti bucaq nə edilir? 90-dan kiçik bucaq. Yəni 0-90 arasında olan bucaq olur iti bucaq. Düz bucaq 90 dərəcəyə bərabər olan bucaq. Yəni bu çox vaxt bu şəkildə göstərilir. Kvadrat şəkli. Məsələn, bucaq çəkilibsə, əgər belə bir işarə varsa, deməli bu düz bucaq deməkdir. 90 ilə 180 arasında yerləşən bucağa isə deyilir kör bucaq. 180 dərəcəyə bərabər olan bucaq açıq bucaq. Qabarıq olmayan bucaq, yəni 180-dən böyük olarsa ona deyilir qabarıq olmayan bucaq. Ona görə bucaq götürərkən hər zaman 0-80 arasında götürürük. Biz qabarıq olmayan bucağı öyrənmirik. Tam bucaq isə 360 dərəcəyə bərabər olan bucaq isə tam bucaq adlanır. İndi burada bucaqlara aid demin test topusunda olan yenə belə bir sual var. Tam bucaqdan istifadə edəcək. Deməli, bura bizdə verib COD, KOD və KOS bucaqları var. Bu üç bucağın cəmi, yəni bucaq COD, üstəgəl bucaq KOD, üstəgəl bucaq KOS 360 dərəcə. Çünki üçü tam bucaq əmələ gətirir. Bucaq COD, KOD bərabərdir 62. Bucaq COD çıx bucaq KOS 52 dərəcə. Bu üçünü alt-alta topladığımız zaman deməli 1, 2, 3, 3 bucaq COD KOD ilə bu KOD islah olur. KOS ilə də KOS islah olur. Çünki alt-alta topladığımız zaman müsbət mənfi bir-birini aparır. Mənfi KOD ilə müsbət KOD olur 0. Müsbət KOS ilə mənfi KOS olur 0. Bərabərdir 360. Üstəgəl 62. Üstəgəl 52. Bu deyilir deməli 4
6, 6, 12, o da 5, 7, o da 1 yatdı. 474. Bucaq COD. 474'ü də 3-ə bölsək, nə olar? 1 dəfə 3, 17, 5. Burada 474'dür. Və 24'də də olur 8 dəfə. Deməli, COD bucaq oldu 158 dərəcə. Yəni, beləcə, daha doğrusu, indi bizdən isə, biz COD-ni tapdıq. Bizdən isə KOD bucağını soruşur. O zaman KOD bucağını da necə tapa bilərik? Deməli, COD bucağını tapdığımıza görə gətirib burada yazsaq, 158 birincidə yazsaq, burada yerinə yazsaq, çıxsın KOD, o da bərabərdir 62 dərəcə. Onda KOD bərabərdir 158 çıxılsın 62, bu da 4, 94 dərəcə. Daha doğrusu 8-dən 2 çıxdıq 6, 15-dən də 6 çıxdı 96 dərəcə. Cavab olur 96 dərəcə. Deməli, KOD bucağın dərəcə üssü oldu 96 dərəcə. Digər bir sual isə açıq bucağın təpəsindən eyni yarım müstəvidə olmaqla çıxan iki şüa onu dərəcə ölçüləri 2, 3, 4 nisbətində 3 bucağa ayırır. Deməli, açıq bucağın təpəsindən eyni yarım müstəvidə, yəni üçü də yuxarıda olan. Çıxan iki şüa çəkilir, ikisi də yuxarıda olur. Eyni yarım müstəvidə bu. Yəni, ya yuxarı yarım müstəvidə olmalıdır, ya aşağı yarım müstəvidə olmalıdır. Burada alınan dərəcə ölçüsü 2, 3, 4 nisbətində, deməli, burada yazırıq 2K, 3K, bu da 4K. Hər üçünün cəmi bizə verir 180. Çünki açıq bucaq 180 dərəcə bərabər. 2K üstə gəl 3K üstə gəl 4K. 2K üstə gəl 3K üstə gəl 4K bərabərdir 180. Bunu da toplayanda eləyir 9K bərabərdir 180. K oldu 20. Alınan kiçik bucağımız isə 2K olacaq. 2 vur 20 oldu 40 dərəcə. Bu sualda belə həll eləmiş oluruq. İndi keçirik qonşu bucaqlar. Qonşu bucaqlar nəyə deyilir? Biraz əvvəl bucağın tərifini demişdik. Bucağın təpə nöqtəsindən çıxan və bucağı yarı bilən şüa tən bölən deyilir. AO şüası burada gördüyümüz kimi tən böləndir. BAO bərabərdir OAC. Qonşu bucaqlar isə nəyə deyilir? Bir tərəfi ortaq. Bax, bir tərəfi ortaq. Burada iki dənə bucaq var. Birinci və ikinci bucaq. Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xəttlər olan iki bucağa deyilir qonşu bucaqlar. Qonşu bucaqların cəmi 180 dərəcə bərabər olur. Qonşu bucaqların hər birisi 90 dərəcədə ola bilər. Yəni, cəm 180 olan iki bucağın cəmi 180 isə və bu tərifi ödəyirsə, bu şərti ödəyirsə, bir tərəfi ortaq, digər tərəfləri tamamlayıcı yarım düz xəttlər olan iki bucağa dedik qonşu bucaqlar. Sonra qonşu bucaqların cəmi dedik 180 dərəcədir. Tən bölənlər arasındakı bucaq. İki dənə burada qonşu bucaq var. AO, B, C. AOC ilə COB-nin tən bölənləri arasında bucaq olur 90 dərəcə. Burada da nümunə var. Qonşu bucaqlar 2 bölü 7 nisbətində olarsa, bucaqlardan kiçiyini tapın. Deməli, biri olur 2K, biri olur 7K. Toplayanda 9K bərabərdir 180. K deyilir neçə? 20. Onda kiçik bucaq olur 2 vur 20, 40 dərəcə. Ümumiyyətlə, burada bu tənbölənlərə aid başqa cür də sual ola bilər. Misal üçün, bir də bucaq çəksək, desək ki, kör bucaq verilib. Məsələn, bu kör bucaq deyirəm ki, dərəcə ölçüsü A, O, B. Bucaq A, O, B bərabərdir ki, 164 dərəcə misal üçün. Bunun təpə nöqtəsindən bir dənə hər hansı bucaq şüa çəkib, deyək ki, OC şüası.
Desək ki, bu iki bucağın tən bölənləri arasındakı bucaq, deməli, bunların tən bölənləri arasındakı bucaq, ümumi AOB 164'dür. Bura alfa, beta, beta. Tən bölənləri arasındakı bucağı deyəndə bu bucağı götürmüş oluruq. Yəni 2 alfa üstə gəlir 2 beta bərabərdir 164. Bunu da hər tərəfini 2-yə böləndə qalır 82. Yəni kör bucağın da desə təpə nöqtəsindən bir dənə şüa keçilir və alınan iki bucağın tən bölənləri arasında bucağı deyəndə ümumi bucaq 164'dür. 164'ün yarısını götürürük, olur 82. İndi keçirik qonşu bucaqlara. Qonşu, daha doğrusu qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar nəyə deyilir? Burada da bucaqlardan birinin tərəfləri, digərinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, məsələn, bu bucağın bu tərəfi digəri nəyi tamamlayır? Düz xəttdə tamamlayır. Bunları düz xəttdə tamamlayır. Bucaqlardan birinin tərəfləri, digərinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onda belə olan iki bucağa qarşılıqlı bucaqlar deyilir. Qarşılıqlı bucaqlar bərabərdir. Qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq, burada qırmızı xətt, bu iki dənə qarşılıqlı bucaqlardır. Tən bölənləri arasındakı bucaq 180 dərəcəyə bərabərdir. Burada nümunə sualda da görürüz ki, deyir ki, alfaya qonşu olan iki bucağın cəmi 60 dərəcə olarsa, A-nı tapın. Demək ki, iki bucağın cəmi 60-dırsa, qarşılıqlı bucaqlar bərabər olduğu üçün bunların hər birisi nə olur? 30-30. Onda qonşu bucaqların cəmi 180 olduğu üçün nə olur burada? Olur 150 dərəcə. İndi belə bir dənə sual demin test opsiyasında verilib. BD şüası ABC bucağının tən böləni və DBY 139 dərəcə olarsa, DBY, bura alfadır, burada alfadır, bura bütöv 139 var, çünki burada verir DBY. Bura 139 dərəcədirsə, 139 ilə CBD-nin cəmi 180 olmalıdır. Onda 180-dən 139 çıxanda nə qalır? 41 dərəcə. Deməli, bura oldu 41 dərəcə. Bizdən soruşur ki, ABY. Burada 41 olduğu üçün toplam DBY, deməli DBY 139 dərəcədir. Bucaq DBA olur 41 dərəcə. Niyə görə? Çünki bucaq biz nə tapmışıq burada? BCD-ni 41 dərəcə tapmışıq. Axı DBC ilə DBA tən bölən olduğu üçün bərabər olur. DBC-ni də 41 hardan tapdıq? Çünki DBY verib 139. Bucaq CBD ilə bucaq DBY 180 dərəcə olur. Onda buradan da tapırıq CBD bərabər 180 çıx DBY. Yəni 180 çıx 139, bu da eləyir 41 dərəcə. Buradan tapırıq. İndi CBD və yaxud da BCD də deyə bilərsiniz. 41 dərəcədirsə, onda BDA da 41-dir. Onda DBY bucağın 139, DBA 41. Onda bizdən soruşur ABY. Bucaq ABY bərabərdir 139 çıx 41. O da 8, 98 dərəcə olmuş olur. İndi gəlirik iki paralel düz xətlər və iki paralel düz xətlərin üçüncü düz xətlə kəsişməsindən alınan bucaqlar. Birincisi paralel düz xətlər nədir? Müstəvi üzərində kəsişməyən düz xətlər paralel düz xətlərdir. Düz xətlər ya kəsişir, ya da kəsişmir. Deməli, kəsişməyən iki düz xətlərə deyilir paralel düz xətlər. Deməli, düz xət xaricində iki nöqtədən həmin düz xətdə yalnız bir dənə paralel düz xət çəkmək olar. Yəni, bu belə deyək ki, bu düz xətdir. Burada bir dənə nöqtə götürüb, buna paralel, bu nöqtədən keçən buna paralel yalnız bir düz xət çəkmək olar. İndi
Perpendikulyar düz xətt nədir? Düz xətt xaricindəki nöqtədən həmin düz xəttdə 90 dərəcəli bucaq altında çəkilmiş düz xəttə deyilir nə? Perpendikulyar düz xəttlər. Burada gördüyümüz kimi A ilə B perpendikulyardır və perpendikulyarda da 90 dərəcə bucaq nəqətində bu şəkildə işarə qoyulur. Yəni bunun 90 olduğunu göstərir. Perpendikulyar olduğunu göstərir. Və A perpendikulyardır bu şəkildə. Bu perpendikulyardır ki, T-nin tərsi olan halı. A perpendikulyardır B. Paralel olduqda isə bu işarə qoyulur. A paraleldir B. Deməli, perpendikulyar düz xəttlər bildik. Paralel düz xəttlər nədir? Bilmiş olduq. İndi burada da düz xətt xaricindəki nöqtədən həmin düz xəttdə yalnız və yalnız bir perpendikulyar düz xətt çəkmək olar. İndi iki paralel düz xəttin üçüncü düz xəttlə kəsməsindən alınan bucaqlar var. Deməli, iki paralel düz xəttin üçüncü düz xəttlə kəsməsindən alınan burada gördüyümüz kimi 8 ədəd bucaq var. Bu bucaqların hamısının cəmi 360 dərəcə olur. Burada daxildə olan bucaqlar var, bir də xaricdə olan bucaqlar var. Məsələn, burada 3-6 adlanır düz xəttdən bir tərəfdə daxildir. Ona görə bunlar deyilir daxili bir tərəfli. Bucaqlar məsələn 3-6 daxili bir tərəfli, 4-5 daxili bir tərəfli, 3 ilə 5 daxili çarpaz, 4 ilə 6 daxili çarpaz, 2-8 xarici bir tərəfli bucaqlar, 1-7 xarici, yəni çöldə qalıb, düz xəttin xaricində qalıb, ona görə xarici bir tərəfli bucaqlar deyirik. 1-8 xarici çarpaz bucaqlar, 2-7 xarici çarpaz bucaqlar. Burada görürük ki, bucaqlardan biri iti, biri kördür. Ona görə hər zaman iti bucaq ilə kör bucağın cəmi 180 olur. Ona görə 1 ilə 2-nin cəmi burada 180. 4 ilə 3-ün cəmi 180. 3 ilə 6-nın cəmi biri kördür, 3 kördür, 6 itidir. Bu iki bucağın cəmi 180. Və bunu deyəndə biz belə deyirik. Daxili bir tərəfli bucaqların cəmi 180. Xarici bir tərəfli bucaqların cəmi 180. Daxili çarpaz bucaqlar isə bərabər olur. Yəni hər ikisi itidir, hər ikisi kördür. Daxili çarpaz bucaqlar bərabər, xarici çarpaz bucaqlar bərabər. Xarici çarpaz bucaqlar bax 2 ilə 7. Bunlar da nədir? Bir-birinə bərabərdir. Bir də var uyğun bucaqlar. 2 və 6 uyğun bucaqdır. 3 və 8 uyğun bucaqdır. 5 ilə 1 uyğun bucaqdır. 4 ilə 7 uyğun bucaqdır. Uyğun bucaqlar da bir-birinə bərabər olmuş olur. İndi burada yeməddiyinin test topusunda olan belə bir dənə sual var. Həmin qaydaya aid. Deməli, deyir ki, MK paraleldir YN. MPN tənböləni PK'dır. Tənbölən isə o zaman bura alfa, burada alfa yazdığımız zaman bunlar olur daxili çarpaz bucaqlar, burada olur alfa. 48 ilə də bu bucaq, yəni PMK bucağı. Bunlar da daxili çarpaz olur. Burada olur 48 dərəcə. İndi deməli oturacaq ki, bucaqlar bərabər olduğu üçün burada MK bərabərdir MP olduğu üçün 180-dən çıxırıq 48-i 132 dərəcə və buradan da biz 2-yə bölsək deməli alfa bucağını tapmış olur. Onda alfa bərabərdir 132 bölü 2 o da elədir 66 dərəcə. Deməli, alfa oldu 66 dərəcə. Yəni, bura indi bizdən soruşu MKP. Bu da elə nə oldu? MKP. MKP oldu 66 dərəcə. KMP neçədir? KMP də daxili çarpaz bucaqlar olduğu üçün KMP də oldu 48 dərəcə. Bizdən də soruşur ki, MKP çıxılsın KMP, o da 48, daha doğrusu 66 çıx 48. Bu da neçə elədi? 18 dərəcə. Cavab oldu 18 dərəcə. Sonra keçirik, davam edirik mövzumuza. İndi uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar. Uyğun tərəf perpendikulyar olan bucaqlar ya eyni adlı olur, ya da müxtəlif adlı olur.
Eyni adlı olduqda, yəni hər ikisi iti, hər ikisi kör olduqda, uyğun eyni adlı bucaqlar olduqda, yəni hər ikisi iti və ya hər ikisi kör olduqda bir-birinə bərabər olur. Perpendikulyar olduqda da eyni adlıdırsa yenə bərabər, müxtəlif adlıdırsa onda isə onların cəmi 180 dərəcə olur. Burada görürsün müxtəlif adlıdır. Yəni biri itidir, biri kördür. Paralel tərəflər nədir? A1, A2, B1, B2 paraleldir. Onda biri iti, biri kör olduqda bunların cəmi 180 olur. Və yaxud da şəkil bu formada ola bilər. Yenə alfa plus beta 180. Amma müxtəlif adlı olduqda, yəni biri iti, biri kör olduqda bunların cəmi nə olur? 180 dərəcə olur. Və yaxud da şəkil bu formada olar. Fərqi yoxdur. Yəni biri iti, biri kör olduqda bunların cəmi 180 dərəcə bərabər olmuş olur. İndi yenə demin test topusunda belə bir sual var. Deməli, uyğun tərəfləri paralel olan burada hansı bucaqlardır? Alfa bucağı ilə beta bucağı. Deməli, burada alfa bərabərdir beta. Eyni adlıdır. Beta ilə qamma isə müxtəlif dərəcədir. Onda beta plus qamma da bərabərdir nəyə? 180 dərəcə. İndi bizdən soruşur alfa üstəgəl 2 beta üstəgəl 3 qamma. Bərabərdir. Bunu deyib, bunun cəmini tap. Deməli, biz bilirik ki, burada bu qamma bucağına bu bucaq uyğun bucaqlar olur. Yəni, burada olur qamma. Onda alfa plus qamma biri iti, biri kör olduğu üçün nə olur? 180 dərəcə. Çünki bunlar paralel olduğu üçün iki paralel düz xəttin üçüncü düz xətlə kəsməsindən alınan daxili bir tərəfli bucaqların cəmi 180 olur. Beta plus qammanın da cəmi 180-ə bərabərdir. İndi bizdən alfa plus 2 beta plus 3 qammanı soruşur. Deməli, biz onda burada nə yaza bilərik? Alfa da beta'ya bərabərdir. Bunu da yerinə beta yazsaq, alfanın yerinə beta yazsaq, onda nə olur? Buradan alırıq ki, alfanın yerinə beta. Çünki alfa ilə beta eyni adlı bucaqlardır. Beta üstəgəl 2 beta üstəgəl 3 qamma. Bunların da üçünü topladı. 3 beta üstəgəl 3 qamma. Buradan da 3'ü mötərizə xaricine çıxartdı. Beta plus qamma. Beta plus qamma da 180 eləyir axı. Onda nə olur? 3 vır 180, bu da olur 540 dərəcə. Deməli, alfa plus 2 beta üstəgəl 3 qammanın cəmi eləyib 540 dərəcə. İndi bəzi düsturlar var. Burada paralel düz xətlərə aid. Deməli, əgər A, B-yə paraleldirsə, onda buradakı x bu ikisinin cəminə bərabər olur. Bu hardan gəlir çıxır? Bunu bu şəkildə baxa bilərik. Üçüncü bir dənə C düz xətt çəksək. Bura olur alfa, bura olur beta. Çünki daxili çarpaz bucaqlar olduğu üçün beta da bura bərabər olmuş. Burada olur beta. Onda x ikisinin cəmi olmuş olur. Burada da eyni şəkildə paralel düz xəttlər çəkib bu düsturu çıxara bilərik. Amma biz burada isbatını yazmırıq. Ya sadəcə bir şey yadda saxlamaq lazımdır ki, təpə nöqtəsi solda olanlar, bax sol tərəfə baxanlar, bir də sağ tərəfə baxanlar, sol tərəfə baxanların cəmi ilə sağ tərəfə baxanların cəmi həmişə bir-birinə bərabər olur. Bunu bucaqların sayını artırmaq da olar. Hamısında qayda eynidir. Sol tərəfdə olana, təpə nöqtəsi solda olanlarla təpə nöqtəsi sağda olanların cəmi həmişə bir-birinə bərabər olur. X plus Y alfa, beta, qamma. Burada isə bu sanki samolyota oxşuyur. Yəni burada bu ikisinin cəmi də bizə verir beta. Bunu da yenə buradan paralel çəkdiyimiz zaman uyğun bucaqlar olsun. Bura olur alfa, bu beta olsun. Burada olur beta. X bərabərdir yenə alfa plus beta olur. Burada da yenə bu da samolyota oxşuyur. Buranı çəksək bu kör bucaqdır. Bura olur 180 çıx alfa. Burada olur 180 çıx beta. Onda x bərabərdə nə olur? 180 çıx alfa, 180 çıx beta. Alfa plus betanı da bunların ikisini sola keçsək, deməli 3-ün cəmi nə olur? 180 dərəcə olmuş olur. Buradan gəlib çıxmış olur. Burada da yenə bunu əgər düstur yadınızdan çıxsa, belə paralel düz xətt çəksək,
180 çıx alfa, 180 çıx beta. Bu üçünün cəmi 180-ə bərabər olur. Çünki 3-ə açıq bucaq olur. Oradan gəlib bu düstur tapılır. Yəni alfa ilə betanın alfa beta çıxılsın 180 bərabərdir x və yaxud da bunu yaza bilərsiniz. Alfa plus beta çıx x bərabərdir 180. Belə də bu formada da yazmaq olar. Sonra 6-cı düstur, bunu da uzatsanız bu şəkildə. Bura olur alfa. Üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Düz üçbucaqları keçməmişik burada. Buradan da x-i tapandan olur. X bərabərdir alfa çıx beta. Bu şəkil bu formada da qabağımıza çıxa bilər. Eyni qaydada yenə bura alfa, bura beta, bura x. Onda x bərabərdir bu ikisinin cəmi. Bu ikisinin cəmi bizə bu bucağı vermiş olur. Buna üç bucağa görə əgər tən böləndirsə, onda bu x bucağı alfa beta cəminin yarısına bərabər olmuş. Yəni olur. Yəni x bucağı elə bir ki, alfa betanın ədədi ortasına bərabər olmuş olur. İndi həmin düsturlarla əlaqəli bəzi suallara baxaq. Burada məsəl üçün Dimin test topusunda olan sual uyğunluq sualıdır. Deməli burada görürük ki, alfa plus 180, alfa plus 80 daha doğrusu bərabərdir 130, alfa olur 50. Deməli 1-ə nə uyğun gəlir? B bəndi. Sonra burada isə bura gördüyümüz kimi 30'dur, bura 170'dir. Buranı tapa bilərik. Burada olar neçə? 10 dərəcə. Onda alfa bərabərdir. Biraz əvvəl burada belə bir dənə düstur var idi. O düstura görə demişdik ki, bu ikisinin cəmi bizə buranı verir. Məsələn, bura alfa beta olanda bura olurdu nə? Alfa plus beta. Ona görə bura 10 dərəcədir. Bura 30. Alfa bərabərdir olur 30 plus 10. Bu da olur 40 dərəcə. Deməli, onda burada hansı uyğun gəlir? Y bəndi. Üçüncü isə burada bu üçünün cəmi paraleldir. Yəni alfa üstə gəl 150, üstə gəl 140 bərabərdir 360. Burada dərəcələrini də yazaq. Alfa bərabərdir 150 ilə 140 toplasaq eləyir 290. Bu da eləyir 70 dərəcə. Deməli, onda üçüncüyə də uyğun gəlir nə? A. Sonra deməli, alfa böyükdür. Alfa tapdı 70, 70 60-dan böyükdür. Ona görə bura C bəndini də qoymuş oluruq. Deməli, 1 oldu B, 2 oldu Y, 3 oldu AC. D bəndi isə heç birinə uyğun gəlmir. Yəni, cavab oldu 1Y, B, 2Y, 3AC. Biraz əvvəlki düsturlara aid sualıdır. Sonra bir dənə də sual var burada. Yenə həmin düsturlarla əlaqədar. Deməli, burada beta 45 ilə daxili çarpaz bucaqlar olduğu üçün olur beta da 45. Bu 45 isə bu üçünün cəmi bizə verir nə? 180-i. Deməli, beta oldu 45. Biri oldu Y. Sonra alfa neçə olur? 115 ilə 45-i topladıq. Çünki açıq bucaqda. Açıq bucaq 180 dərəcə olur. 115 üstə gəl 45. Üstə gəl alfa bərabərdir 180. Buradan da 115 ilə 45 160. Alfa da olur 20 dərəcə. İndi 45-dən də 20 çıxanda deməli başqa burada alfa yoxdur. Alfa çıx beta başqa yoxdur. Burada cavablarda alfa 20 verməyib. Ona görə qalırıq, baxmırıq. Sonra alfa plus beta bunlar daxili bir tərəfli bucaqlar olduğu üçün 180 olur. Burada da beta necə tapırıq? Deməli, bu üçünün cəmi beta üstə gəl 75, üstə gəl 50 bərabərdir 180. Beta da bərabərdir. Deməli, 180 çıx 125 olur 55 dərəcə. Deməli, beta oldu 55. 2 də oldu C. Sonra beta 55-dirsə alfa da olur 180 çıx 55 elə 125.
125-dən də 55 çıxanda qalır 70. Deməli, onda 2-yə B də uyğun gəlir. Çünki alfanı 125 tapdıq, betanı 55. 125-dən 55 çıxanda qalır 70. 2-yə həm C, həm B. Deməli, C getdi, B getdi, bir də Y getdi. Qaldı 2 variant, A ilə D. Burada da biraz əvvəl dedik ki, bu ikisinin cəmi beta plus 100 bərabər 135. Beta da bərabər oldu 35. Beta da 35, o da oldu A bəndi. Deməli, 3-ə də oldu A bəndi. Alfa çıx beta 190, bu isə heç birinə uyğun gəlmir. Ona görə cavab oldu 1Y, 2CB, 3A. Yenə burada həmin düsturlara aid növbəti bir dənə sual demin test topsundan olan. Deməli, burada da yaza bilərsiniz. Birbaşa düsturla yazası olsaq, 150 üstəgəl 130 çıx x bərabərdir 180. Bu da elədi 280 çıx x bərabərdir 180. X də bərabər oldu nə? 100 dərəcə. Və yaxud da bura 50-dir. Düstur yazıdan çıxıbsa, bu ikisinin cəmi 180 olduğu üçün 30. 130-dan 180-dən 130 çıxanda 50. 30 üstəgəl 50, 80. Burada qalır 100 dərəcə. Bu formada da tapmaq olar. Sonra növbəti sual. Burada isə yenə. Deməli, bura qonşu bucaqlar olduğu üçün 40. Bura olur 140 dərəcə. Bu üçünün cəmi buradan BA, C-ni soruşur. Bu üçünün cəmi bizə verir. Düstur demişdik də biraz əvvəl. Üstə gəlsin 160. Bu da bərabərdir 360. Buradan da x bərabərdir eləyir 60 dərəcə. 160-dan bunların cəmi çıxanda 300 edir. O da edir 60 dərəcə. Yəni, bu şəkildə tapmış oluruq bu sualı da. Və demin test topusunda olan yeni suallardan bir dənəsi. Yenə həmin düsturlardan istifadə eləməni yazacağıq. Deməli, burada görürük ki, bu ikisinin cəmi düstura əsasən paralel olduğu üçün 4x plus 2y. Üstə gəl, burada dərəcədir də mən dərəcəni yazmıram. 4x plus ya da yazaq üstündə dərəcə. 5x plus 2y dərəcə bərabərdir 6x plus 5y plus 18 dərəcəyə. Bunları topladığımız zaman bu ili 9x. Üstə gəl 4y bərabərdir 6x 2y. Burada daha doğrusu 5x yox 3y-dir. Düzəldək bunu. Ona görə burada da burada 3x 3y-dir. Burada da 2y 3y 5y. 6x plus 5y üstə gəl 18. Bu 5y-lər getdi, qaldı 3x bərabərdir 18-ə, x bərabərdir 6. X-i tapdıq 6. İndi bizdən soruş ki, alfanın dərəcə ölçüsünü tapın. Alfanın dərəcə ölçüsünü tapmaqdan ötürü mən buranı tapmalıyam. Burada qarşılıqlı bucaqlar, burada 2x plus 6y edir. Alfa da bərabərdir 2x plus 6y. Deməli, x-i tapdıq 6 dərəcələrdir. İndi qaldı y-i tapmaq. Y-i də hardan tapırıq? Burada y-də tapırıq 5x. Çünki bunlar daxili çarpaz, elə bir 2 dənə paralel düz xəttin 3-cü düz xətdən kəsişməsindən alınan daxili çarpaz bucaqlar olduğu üçün bunlar bir-birinə bərabər olur. Buradan da alırıq ki, 3x bərabərdir 3y, x bərabərdir y, bu da elədir 6 dərəcə. İndi isə gəlirik alfamızı tapmağa. Deməli, alfamız bərabərdir 2x vur üstə gəl 6y. O da 2 vur 6 üstə gəl 6 vur 6. Bu da elədir 48 dərəcə. Deməli, alfa oldu 48 dərəcə. Bu şəkildə həllini tapmış olduq. İndi gəlirik bəzi düsturlar saat və dəqiqə əqrəbləri arasındakı bucaq. Əgər saat və dəqiqə əqrəbləri arasında bucağı tapmaq tələb olunursa, o zaman belə bir dənə düsturdan istifadə edirik. 11 dəqiqə çıx 60 saat böl 2. Modu da ona görə yazırıq ki, bəzən orada 11 dəqiqəni vurub saatı çıxanda 60 saatı göstərirsə vuranda mənfi alınır. Mənfi olmaması üçün modula yazırıq.
Alfa böyükdür 180 dərəcə olanda da 360-dan çıx alfa çıxırıq. Məsələn, tutaq ki, hesabladıq, alfanı aldıq 210 dərəcə. Onda 360-dan 210 çıxıb tapacağıq 150 dərəcə. Burada alfa bucaq D dəqiqə, S də sahədə göstərir. 1 dərəcəmiz 60 dəqiqəyə bərabərdir. 1 dəqiqəmiz 60 saniyəyə bərabərdir. Yəni 60 dəqiqənin yerinə 1 dərəcə yazmış oluruq. Burada misal üçün belə bir dənə sual var. Deyir ki, 57 dərəcə, 20 dəqiqə, 34 dərəcə bucağın qonşu bucağını tapın. Onda 160 dərəcəni yazırıq. 179 dərəcə, 60 dəqiqə. Bu 60 dəqiqədə 1 dərəcə olduğu üçün elə 180 dərəcəni bu şəkildə yaza bilərik. 1 dəqiqəni də yaza bilərik. 1 dərəcəni də yerinə nə yaza bilərik? 59 dəqiqə 60 saniyə. Bu 1 dəqiqədir. 1 dəqiqədir. Bunu toplayanda elədi 60 dəqiqə. Onu da toplayanda elədi 180 dərəcə. 1 dərəcə, o da 180. Deməli, onda qonşu bucağı tapanda biz bundan, bu bucaqdan çıxırıq nəyi? 57 dərəcə, 20 dəqiqə, 34 saniyəni. Alt-alta çıxırıq bildiyimiz qaydada və cavabı tapmış oluruq. Əgər burada misal üçün dərəcəni bu şəkildə versə, tutaq ki, verib tutaq ki, 34 dərəcə, 75 dərəcə, dəqiqə daha doğrusu, tutaq ki, 83 saniyə. Bu 83 saniyənin içərisində 1 dəqiqə var. Yəni 83 saniyə 60 saniyə plus 23 saniyədir. Bu da neyini? 1 dəqiqə plus 23 saniyə. Ona görə bunu yazacağıq 34 dərəcə 76 dəqiqə 23 saniyə. İndi bu 76 dəqiqənin də içərisində 1 dərəcə var da. 60 dəqiqə plus 16 dəqiqə. 60 dəqiqə plus 16. Bu da elə 1 dərəcə plus 16 dəqiqə. Ona görə bunu da yerinə yazırıq. O 1 dərəcə də gəlir 34-ün üstünə gəlir. Olur 35 dərəcə 16 dəqiqə 23 saniyə. Artıq 180-dən nəsə bucaq budsa, yəni bu 179 dərəcə 59 dəqiqə 60 saniyədən çıxırıq 35 dərəcə 16 dəqiqə 23 saniyəni. Yəni 34 dərəcə 75 dəqiqə 83 saniyə olanda bunun içərilərindən dəqiqəni, buradan da 1 saniyəni, 1 dəqiqəni 75-in dəqiqənin üstə gəlib 75 dəqiqə oldu 76, oradan da 1 dərəcən gəlir 35 dərəcə olur. Ondan sonra qonşu olan bucağı tapmış oluruq. Bu da elir deməli 7, 37 saniyə, 43 dəqiqə, bu da 144 dərəcə. 144 dərəcə 43 dəqiqə 37 saniyə olmuş olur. Bu da belə. İndi bu iki qəbula düşən suallar, yəni bu mövzu ilə əlaqədar hansı suallar düşüb? Çox rahat suallardır gördüyünüz kimi. Deməli, burada yazıb ki, AC parçasının uzunluğu SB-dən 4 sm böyükdür. CD-də DB-dən 2 dəfə kiçikdir. Deməli, CD 3 verib. Bura 3-dür. CD 3-dür. CD DB-dən 2 dəfə kiçikdir. DB-dən 2 dəfə kiçikdirsə, onda DB 6 olar. Çünki 3 6-dan 2 dəfə kiçik olur da. Onda buradan yazıb ki, SB-dən də 4 sm. AC də SB-dən. SB neçə oldu buradan? 9 sm. AC də nəyə bərabərdir? SB plus 4. 4 sm böyükdür axı SB-dən. Onda AC də olur neçə? 9 plus 4, 13. Deməli, burada oldu 13. 13, bu da 9. O da neçə edir? 22 sm. Deməli, onda AB parçası oldu 22 sm. AB olanda hamısını bütövlükdə hesablamış oluruq. Bu sualda əslində biraz əvvəl buna oxşar eyni bir sual izah elədik. Orada 41 almışdı. Burada 42 verib. Bura olur 42. Sonra burada yenə deyir ki, PK, MPE-nin tən bölənidir. Ona görə burada olur 42.
İndi bizdən MP'yə 180-dən çıxırıq. 42 elədi 84. Bu da elədi neçə? 96 dərəcə. Deməli, bura oldu 96 dərəcə. İndi MP'ni tapdıq 96. MP kad oldu 42. Niyə görə? Çünki tənbirdən olduğu üçün. O da 96 çıxırsın 42. Bu da elədi 54 dərəcə. Deməli, onda bu fərq edir 54 dərəcə. Bu da birinci qrupun 2024-cü ildə qəbula düşən sualdır. Beləcə dərsimizi yekunlaşdırdıq. Diqqətiniz üçün sağ olun, təşəkkür edirik. Belə videoların davamlı olması üçün kanala abunə olmağınız xahiş olur. Sağ olun, sağlıqla qalın, Allah amanında.